bir adamın səhvi üçün olub belə şey ki, gizli dua eləyib, sonra tənqid eləmişsiniz onu. Tənqid eləyənlər bir-birimizi gələn tənqid eləyirik. Gizlində ürəyi yanıb həmin tənqid elədiyi adamı dua eləsə deyərəm, bu kişi kimi tənqiddir. Neçə nəfər belə adam var? Tənqid buna deyilir. Bax, gizlində hətta göz yaşı axıdasan ki, bunun belə bir səhvi var. Ay Allah, mənim qardaşıma nicat ver. Bunun belə səhvləri var. Sonra da ictimai yerdə lazımdırsa hərdən bir dəfə tənqid eləyəsən. Bu kimi tənqid normaldır, başa düşüləndir. Yəni bunlar müsəlmançılıqdır da, bilirsiniz. Və biz nə qədər uzağıq. Bilirsiniz, bəzi praktiki məsələlər var ki, bizim müsəlmançılığımız düzəlməsə, bizim göydən danışmağımız da belə deyə də boş görünür kənardan.